Bismillah. 2026-cı ilin 3 martından sonra bu bürclər üçün ağzolaq başlayır. Kimlərdir? 2026-cı ilin 3 martından sonra ağzolaq başlayan bürclər. Astroloji trendlərə görə 3 mart 2026-da güclü ay tutulması və planet hərəkətləri bir çox bürc üçün dönüş nöqtəsi sayılır. Əvvəl təmizlənmə, sonra irəliləyiş mərhələsi başlayır. Bu enerjidən ən çox bəhrə götürənlər Boğa, Taurus. Pul və karyera açılır. Jupiter karyera sektorunu aktivləşdirir. Maaş artımı və yeni vəzifə şansı yüksəlir. Martın ortasından gəlir axını güclənə bilər. Astroloqlar Boğanı Martın ən şanslı pul üzücülərindən sayır. Əqrəb. Həyatda böyük yenilənmə, köhnə problemlər bağlanır. Ev, ailə və şəxsi həyatda dönüş, özünə inam və istiqamət güclənir. Mart əqrəblər üçün köhnə dəridən çıxmaq dövrü kimi təsir olunur. Dolça. Taleyin qapıları açılır. Pluto təsiri ilə həyat istiqaməti dəyişir. Yeni imkanlar və görünür uğur, ictimai nüfuz artır. 2026-nın əvvəlindən dolçalar üçün ilk real nəticələr görünməyə başlayır. Oğlaq. Layihə və işdə irəliləyiş, yeni layihələr başlaya bilər. Stabil yüksəliş dövrü, səbr edən oğlaqlar mükafat alır. Martda irəliləyiş ehtimalı yüksək bürclərdən sayılır. Qısa nəticə. 3 mart 2026-dan sonra ən güclü ağzolaq bürcləri Boğa, Əqrəb, Dolça, Oğlaq.